Bugün də heç keyfim yoxdur. Danışmağa adamım da yoxdur. Dostlarımla küsmüşəm. Neyniyim bəs mən? Görəsən səhv məndədir. Bəlkə süni intellektdən soruşum. Hə. Salam, necəsən? Dostlarımla aram pozulub. Keyfim yoxdur. Bilmirəm günah kimdədir. Səncə nə etməliyəm? Üzr istəməliyəm, yoxsa onların addım atmasını gözləməliyəm? Məncə öncə sakit şəkildə vəziyyəti biraz analiz eləmək lazımdır. Əgər tam əmin deyilsənsə ki, günah kimdədir, biraz vaxt vermək yaxşıdır. Bu səhnə bəlkə də çoxlarına tanışdı. Dərdini bölüşəcək insan tapmayanda ən asan yol kimi süni intellektə üz tutanlar az deyil. Artıq çoxları onunla danışır, içində saxladığı fikirləri və narahatlıqları bölüşür, hətta əsəbləşdiyi anları belə ona deyir. Bəziləri üçün süni intellekt bir dost və ya psixoloq əvəzidir. Psixoloq Könül Həsənovanın sözlərinə görə, hər yaşdan insan, xüsusən də yeniyetmələr, süni intellektlə vaxt keçirməyə daha çox üstünlük verirlər. Yeniyetməlik dövrü insan həyatında ən həssas dövrlərdən biridir. Mən varam, məni anlayın, məni dəyişməyin, məni mühakimə etməyin. Amma real həyatımızda yeniyetmələr bu istəyi, əfsuslar olsun ki, çox zaman ala bilmirlər ətrafındakı insanlardan. Amma süni intellekt eşitmək istədiklərini onlara verir və təbii ki, bu artıq zamanla bir asılılığa gəlir. Get-gedə artıq real həyatdan insan süni intellektdən istifadə etdikcə uzaqlaşır. Demək ki, bizim övladımız, bir yeniyetmə artıq real həyatda özünü tapa bilmir. Mütəxəssislər bildirirlər ki, rəqəmsal platformalar real ünsiyyəti üstələdikcə insanlar daha çox tək qalmağa və cəmiyyətdən uzaqlaşmağa başlayır. Bu səbəbdən texnologiyadan istifadə etsək də, psixoloji sağlamlıq üçün insanlarla ünsiyyətə üstünlük vermək vacibdir. Əks halda süni intellektə həddindən artıq bağlılıq gələcək nəsillərin cəmiyyətə uyğunlaşmasında problemlər yarada bilər. İlhamə Kələyeva, Ramil İbrahimov, Səbuhi Mustafayev, Xəbər Ertəsi.